Kim-kimdən xoş gəldin deyir Mehdiyevin adamı. O demək deyil ki, qaçaq ermənilərlə görüşək, uzaqlaşaq, öpüşək. Valla siz nə ad sayırsınız ki, mən sizə o adlardan 20 dəfə çox ad sayaram. Bunları bıraxaq meydana. Güləşsinlər, zaten onların işi oldu da, düzdür ya, yox. Birisi məndən olsa deyərəm, bir dənə bizim partiya olsun, daha bəsdir, biz də iqtidar partiyası olaq. Onlar niyə həbs olunmur? Onların kimlərdir, kimlərdən ibarət? Ölkənin siyasi arenasında baş verən son hadisələrdən danışaq. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli həbs olundu 2 ay 15 gün. Hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunur. Bu həbsi Ramiz Mehdiyevici ilə əlaqələndirirlər. Siz baş verən bu son hadisələr barədə nə düşünürsünüz? Təşəkkür edirəm. Əsas bilirsiniz, bu məsələlərdə bizim nə düşündüyümüz önəmli deyil. Əsas istintaq orqanları nə düşünür, o önəmli olmalıdır. Əgər ortada cinayət əməli varsa və cinayətə təşəbbüs varsa, təbii ki, bunun qiymətləndirilməsi, bunun sübutlarının ortaya çıxarılması, bu faktların ictimailəşdirilməsi bu istintaq orqanlarının işidir. Biz də o istintaqın ortaya çıxartdığı faktlara istinad edib nələrsə deyə bilərik. Ümumən isə onu deyə bilərik ki, təbii ki, bilirsiniz, hakimiyyəti zorla ələ alma və saxlama maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən ağır maddələrindən biridir. Və əgər kimsə bu maddə ilə ittiham olunursa, burada hələm bu partiya sədridirsə, hələm aktiv siyasi fəaliyyətlə məşğuldursa, burada faktlar ortalığa qoyulmalıdır, ictimaiyyətlə bölüşülməlidir, izah edə bildim. Yəni, çünki burada müxtəlif suallar veriləcək. Müxtəlif şübhəli yanaşmalar olacaq, insanlar şübhə ilə yanaşacaq, həm daxildə, həm beynəlxalq arenada ki, məsəl üçün, baxın, artıq 2 gündür bir çox beynəlxalq mətbuat yazır ki, məsəl üçün, müxalifət partiyası lideri həbs olundu, müxalifətçi həbs olundu. Yəni, ona görə, bax, bu sualların çox ortaya çıxacağını gözləyərək, istintaq mən düşünürəm ki, ortalığa daha inandırıcı faktlar qoymalıdır. İndi hələlik baxın, bizim istintaqın gedişatından məlumatımız yoxdur. Ortalıqda olan faktlardan məlumatımız yoxdur. Bizim indi durub müdafiə eləmək və ya ittiham eləmək kimi bir belə deyək də, mövqedə dura bilmək. Mən məsələn durub deyə bilərəm ki, yox, bu səhvdir, o siyasi partiya lideridir, onu həbs eləmək olmaz. Amma sabah məsələn birdən məlum olar ki, ortada faktlar var. Və yaxud da mən deyərəm, bəli, düz olunub, həbs olunub, filan olunub. Sonra istintaqdır. Necə ki, 2 ay 15 günlük o istintaq müddəti həbsi gedirdi. O təcridxanada təcrid olunur. Sonra məhkəmə baxar, deyir ki, məsələn, əməldə cinayət tərkibi yoxdur, buraxar. İzah edə bilir nə demək istəyir? Yəni, bu hələ təzə başlayıb. Amma ümumi yanaşma budur ki, təbii ki, İndi Mehdiyevin işi ortaya çıxanda ki, burada vətənə, dövlətə xəyanət var, hakimiyyəti zorla ələ alma maddələri qoyulmuşdur Ramiz Mehdiyevin üzərinə, yəni onun rəhbərliyi elədiyi bir qrup. Hamı dedi ki, biz qarşıyıq ki, burada bir mütəşəkkil bir qrupun fəaliyyətindən söhbət gedə bilər. Çünki hakimiyyəti zorla ələ almaq bir adamın, 2 adamın işi deyil də, yəni bu mütəşəkkil bir fəaliyyət tələb edir. Burada kimlərin adı var, kimlər olacaq? İndi tutaq ki, Əli Kərimli və yaxud Gültəkin Nazibəyli bununla bağlı istintaqa cəlb olunublar. Tutaq Əli Kərimli barədə həbs qəti imkan tədbiri seçilib, Gültəkin Nazibəyli hələ indi deportasiya olunacaq. Amma burada başqa suallar da qalır, açıq olaraq qalır ki, məsələn 50 nəfəri siyahı dedilər elə. Bu 50 nəfəri siyahı tutaq ki, 48-i hanı bəzi? Onlar niyə həbs olunmur? Onların kimlərdir, kimlərdən ibarətdir və həbs olunanlar müxalifətçidir deyə burada əlavə suallar da ortaya çıxır cəmiyyətdə, ictimai arenada. Ona görə, yəni, məsəl üçün, sabada bir üstündə biz eşitdik ki, keçmiş nazirləri tutublar və yaxud hazırda hansısa postlarda təmsil olunan insanlar bu işlə əlaqəli həbs olunub. Onu da deyilə bilər ki, baxın, görürsünüz, istintaq gedir, ağına bozuna baxılmır da. Yəni, istər iqtidar olsun, istər müxalifət olsun, hamı həbs olunur və qanun qarşısında cavab verir. Yəni, zaten elə də olmalıdır. Mən düşünürəm ki, yenə deyirəm, kimliyindən asılı olmayaraq, əgər, baxın bu sözü bir də vurğulayım, əgər kiminsə əməlində cinayət tərkibi varsa, təbii ki, qanun qarşısında cavab verməlidir. Amma, bir daha vurğulayım, amma bu, belə deyək də, daha inandırıcı faktlarla ortalığa qoyulmalıdır. AXCP-nin bağlanacağı ilə bağlı fikirlər səsləndirilir. Siz bu barədə nə düşünürsünüz? Valla bu sualı mənə vermək düz deyil. Çünki partiyaların qeydiyyata alınması və ya partiyaların qeydiyyatının ləğv olunması məsələsi Ədliyyə Nazirliyi və məhkəmə orqanlarının işidir. Yəni onu biz deyə bilmərik. İndi
bağlanılması dedikdə o məhkəmə o qərarı verə bilər. Və yaxud da ki, tutaq ki, siyasi partiyalar haqqında qanunvericilik fəaliyyətinə uyğun olmayan fəaliyyət tapılsa, Ədliyyə Naziri tutaq ki, müdaxilə edə bilər. Amma yenə deyirəm, onu da indi deyilir. Baxın, məsələ orasındadır ki, bir çox məsələlər, hətta Ramiz Mehdiyev işi, Ramiz Mehdiyevin tutaq ki, həbsi, bunların hamısı mediadadır. Ortalıqda rəsmi mövqe yoxdur. Məsələn, hələlik düzdür. Məsələn, Əlikərimin həbsi, onun evində axtarışların aparılması filan beşməkən, bunlar rəsmidir. Amma Mehdiyev haqqında, hansı ki, Əlikərimin Mehdiyev işi çərçivəsində istintaqa cəlb olunur da, düzdür. Yəni, amma Mehdiyev haqqında ortalıqda bir rəsmi mövqe yoxdur. Yəni, nə hansı məhkəmənin rəsmi sənədi var, nə dövlət təhlükəsizlik xidmətindən hansısa bir mətbuat pres relizi var filan və ortalıqda bir şey yoxdur, izah edə bildim. Yəni, indi bağlanılacaq, yəni partiyaların bağlanma və yaxud da fəaliyyətini dayandırma belə deyək, halları qanunda təsbit olunub. Üzv sayı 4500-dən az olarsa, əgər partiyalar haqqında qanunvericiliyə uyğun fəaliyyət göstərməzsə, əgər konstitusiyaya zidd fəaliyyət göstərərsə, deyilə bilər də. Məsələn, 1000 ildə də çox şey deyilir. Amma o barədə mən bir şey deyə bilmərəm, aidiyyatı qurumlar deyə bilər. Amma məndən soruşsanız ki, bağlansın, bağlanmasın, ümumiyyətlə, hər hansı bir partiyanın bağlanmasının mən tərəfdar deyiləm. Bəs sizcə Azərbaycanda sağlam müxalifət nə zaman yetişə bilər? Valla mən 25 ildir siyasi fəaliyyətlə məşğulam və 25 ildir müxalifətəm və özümü də sağlam hesab edirəm. Yəni, birisi burada bir yanaşmanı mən sizə deyim. Müxalifət həm də iqtidarın aynasıdır. İqtidar həm də müxalifətin aynasıdır. Mümkün deyil ki, zəif müxalifətdə olan iqtidar güclü olsun. Mümkün deyil ki, qeyri-sağlam müxalifəti olan iqtidar sağlam olsun. Yəni, burada iqtidar nə qədər sağlam olacaqsa, müxalifət də o qədər sağlam olacaq. İzah edə bilmirəm. Yəni, burada müxalifət dedikdə bir partiya nəzərdə tutulmaq. Müxalifət sözü nə demək? Bir var iqtidar, bir var müxalifət. İqtidar hakimiyyətdə təmsil olunan partiyadır. Müxalifət hakimiyyətdə olmayan partiyadır. İndi Azərbaycanda 26 partiya var. Onlardan cəmi biri hakimiyyətdə təmsil olunur da, yəni hakim partiya, yəni Azərbaycan partiyası. Dolayısıyla hüquqi dildə desə 25 dənə müxalifət partiyası var. İndi bunların hamısına qeyri-sağlam demək olmaz və yaxud da təbii ki, onların içində ola bilsin qeyri-sağlamları var. Məsələn, müxtəlif tutaq ki, qeyri-qanuni əlaqələri olan və yaxud da tutaq ki, qeyri-sağlam siyasi rəqabət aparanlar, amma sağlam partiyalar da var, mövqelərini də bildirirlər, ədalətlidirlər də, qərəzli də deyirlər. Ona görə mən düşünmürəm ki, qeyri-sağlam müxalifət var. Sağlam müxalifət də var, qeyri-sağlam müxalifət də var. Necə ki, iqtidarın içində yaxşı nazir də var, pis nazir də var, yaxşı məmur da var, pis məmur da var. Elə də müxalifət partiyaların içində sağlam müxalifət də var, qeyri-sağlam müxalifət də var. Amma hamısını demək ki, qeyri-sağlam da elə deyil. Çünki biz özümüz AK Parti olaraq 2016-cı ildə yaranmışıq. O gündən bu günə özümüzü sağlam müxalifət hesab edirik. Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samir Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi, daha sonra həmin iştirakçının qucaqlaması ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Siz bu barədə nə düşünürsünüz? Azərbaycanlılarla ermənilər qucaqlaşa bilərmi? Bunun üçün nə qədər zaman lazımdır və ya sizcə baş vermiş bu qədər hadisədən sonra bu düzgündür? Birisi, burada iki yanaşma var. Baxın, hüquqi tərəfi var, mənəvi tərəfi var. Hüquqi tərəfi odur ki, tutaq ki, hansısa müğənninin, hansısa erməniyə xal verməsinin qanunsuz tərəfi yoxdur. Deyə bilər ki, mən azadam, sərbəstəm filanın verər. Bu, hüquqi baxımdan heç kim onun işini deyəmə, vətənə xəyanətdə filan da ittiham edə bilmərik. Amma mənəvi tərəfdən təbii ki, haqqı yoxdur. Çünki bizim hələ 3500 şəhidimiz var, üstəgəl bizim minlərlə qazimiz var, hələ 1-ci Qarabağ müharibəsində də 15 minə yaxın şəhidimiz var. Ümumilikdə 90-cı illərdən bu yana bizim 20 min civarında şəhidimiz, minlərlə qazimiz, minlərlə itkin düşən insanlarımız var. 30 il biz torpaqlarımızdan ayrı düşmüşük, biz torpaqlarımız talan olunur, milyona yaxın insan qaçqın şəraitində yaşayıb, çadırlarda yaşayıb, vaqonlarda yaşayıb. İnsanlar olub ki, gənclikləri, baxın sizin yaşda o torpaqlardan qaçan bizim xanımlarımız o çadırlardan, o vaqonlardan çıxanda artıq nənə olublar. 30 yaş izah eləyə bildim. Yəni bir həyatları çadırlarda, vaqonlarda, şəraitsiz
yerlər. Niyə bu ermənilərin ucbatından? Bax o bizim 12 xal verib sonra sinəmizə basıb qucaqlayıb marçamız öpdüyümüz ermənilərin atalarının, babalarının və özlərinin hesabına. Sonradan məlum oldu ki, həmin müğənninin özü 2019-cu ildə Qarabağda xidmət edib. Yəni Qarabağda işğal olunmuş torpaqları müdafiə edib, əlində avtomat bizdən qoruyub torpaq sahiblərindən. Yəni ona görə mən deyirəm ki, ictimai xadimlər, incəsənət xadimləri göz önündə olan insanlar bu məsələlərə diqqət eləməlidir. Hə deyir, sülh quruculuq, sülh iki dövlət arasındadır, sülh xalqlar arasında olmalı deyil. Yəni sülh iki dövlət arasında müqavilə imzalayarlar, bir-birimizi hücum eləmirik filan filan. O demək deyil ki, qaçaq ermənilərlə görüşək, uzaqlaşaq o bir şey. Və ümumiyyətlə ermənilərin sülhə yanaşması da qeyri-səmimidir. Məsələn, biz AK Partiyalar ermənilərin səmimiyyətinə inanmırıq və onların sona qədər sülhə sadiq qalacaqlarına da inanmırıq. Və biz inanırıq ki, onların sabah əlindən silah keçən gibi yenidən müharibə başlayacaqlar. Yəni biraz ordular bərpa olunandan sonra, büdcələr bərpa olunandan sonra. Və ikinci bir məsələ, xal vermirsən, tutaq ki, hansı orada bir tam sən obyektiv görsənmək istəmirsən, nə. Yaxşı, niyə qucaqlaşırsan? Qucaqlaşmaq şərt deyil axı. Və yaxud da ki, sən yaxşı xal verirsən, sən niyə deyirsən Azərbaycandan sənə verirsən? Azərbaycanı təmsil edəmirsən, özünü təmsil edirsən. Və yaxud da Azərbaycanı təmsil edirsən, sən Mədəniyyət Naziri çıxsın desin ki, bəli, biz bu xanımı seçmişik, Azərbaycan adından göndərmişik olar, biz onda suallarımızı Mədəniyyət Nazirinə verək. Adil Kərimova verək, digərlərinə verək ki, siz xeyr ola Azərbaycan adından kim gəldi göndərsiniz. Çıx denən ki, mən Samir adından bu 12 xalı sənə verirəm. Görsəniz bir söz deyən olacaq. O zaman durub deyirsən Azərbaycan adından. Azərbaycan adından qanunvericiliklə də qadağandır danışmaq. Belə mənəvi də sənin haqqın yoxdur. Mən qazi qızıyam filanım, lap yaxşı qazi qızısan. Niyə onda? Yəni bu məsələ təbii ki, və qınanmalıydı, cəmiyyətimiz də qınandı. Güman edirəm ki, digər bu və ya buna bənzər addım atmaq istəyənləri də artıq öz bu məsələdən paylarını aldılar deyə düşünürəm. Çünki olmaz. Deyir ki, bura ermənilər gəlir, bizimkilər ora gedir, rəsmi səviyyədə gedir, biz ona da etiraz edirik. Məsələn, biz AK Parti olaraq o xalq diplomatiyasının əleyhinə, Ermənistanla gediş-gəlişin yaranmasının da əleyhinə. Gəlsinlər qatara, buradan keçsin, bizim də qatara, oradan keçsin, təyyarələr buradan olsun, bizimki də oradan olsun və salam. Kommunikasiyalarca heç bir kontakt, ünsiyyət olmalı deyil. Çünki biz bu erməniləri tarixdə bağışladıqsa bizim başımıza oynatıblar. Bağışlamışıq başımıza və bizim də sülh göyərçisi olmaq kimi bir öhdəliyimiz, planımız yoxdur. Biz sülh göyərçisi olmalı deyilik. Azərbaycan televiziya kanallarının hazırki durumu sizi qane eləyirmi? Veriliş aparanlar, o verilişə dəvət olunan müğənnilər, onun geyimi, keçimi son vaxtlar bu cəmiyyətdə ciddi qınaq obyektinə çevrilib. Televiziyadakı proqramların cəmiyyətin əxlaqını pozduğu deyilir. Siz nə düşünürsünüz bu haqqda? Birisi əslində bu dedikləriniz cəmiyyət arasında müzakirə olunan məsələlərdir. Bu xalq zaten bunu bilir, deyir, yazır sosial şəbəkələrdə. Amma burada adiyyatı qurumlar hanı? Audio-vizual şura var da, hansı ki bu məsələləri nəzarət eləməlidir. Məsələn, televiziyaların milli mənəvi dəyərlərə xidmət eləməsini, maarifləndirməsini, insanları düz yola yönləndirməsi, pis nümunələri göstərməməsindən bağlı audio-vizual şura nəzarət eləməlidir. Düzdür? Məsələn, bu yaxınlarda parlamentə qanun layihəsi təqdim olunur ki, sosial şəbəkələrdə milli mənəvi dəyərlərin qorunması, təhqirin yığışdırılmasından bağlı qanun layihəsi. Onu qəbul eləməmişdən qabaq mən düşünürəm ki, televiziyalara bir baş çəkmək lazımdır. Burada televiziyaların pul qazanma xərisliyi onların peşəkarlığının üzərinə keçib, üzərinə çıxıb və amma bilirsiniz, insanlar baxır ki, cəzasızlıqdır, heç kimi heç nə demir. Efirdən təhqir elə, bir-birini söylə, vulqarizm deyir. Bilirsiniz, əxlaqsızlıq başqa şey, vulqarlaşıb bizim təəssüf ki, qeyd edir. Bütün verişlər yox, amma əsasən o baxılan deyəndə ki, o 3 saat, 4 saat gedən verişlər vardı. Məsələn, orada bazən vulqar, ailə məişət söhbətləri gəlir, günlərlə müzakirə olunur və yaxud da ailə daxili məsələlər, ata, ana, oğul, qız, yəni ailə dəyərləri gözdən salınır. Bunu bir əncam çəkmək lazımdır və bununla da bağlı bir dövlət qurumu var zaten. Dediyim kimi audio-vizual şura var. Yəni bu sadəcə olaraq niyə eləmirlər, niyə müdaxilə eləmirlər? İndi bunlar kanal rəhbərliyini ümidinə də buraxmaq olmaz. Kanal rəhbəri özü bilər. Çünki bu minlərlə, yüz minlərlə, milyonlarla insanın evinə gedir bu televiziyalar. Evdə bu televiziya uşaq baxır, yaşlı baxır, qoca baxır. Növbəti sualım partiyalardan bağlıdır. Ölkəmizdəki partiyaların fəaliyyətini necə qiymətləndirirsiniz? Neçə partiya olsa kifayətdir sizcə? Bilirsiniz, məndən olsa deyərəm bir dənə bizim partiya olsun. Daha bəsli biz də iqtidar partiyası olaq.
Ölkədə 26 partiya var. Bundan qabaq 64 partiya var idi. Amma siyasi partiyalar haqqında qanun dəyişdi və orada bir tələb qoyuldu ki, partiyalar minimum 5000 üzvü olmalıdır. Yəni 5000 üzvdən az olan üzvü, 5000-dən az olan partiyaların qeydiyyatı ləğv olundu. Bir çox üzvlərini buraxdılar, yəni böyük əksəriyyəti və 26 partiya qaldı. Mən baxın, indi demirəm ki, partiyalar dövlət ləğv eləməlidir, filan eləməlidir. Mən düşünürəm ki, partiyaların fəaliyyəti üçün mühit şərait yaradılmalıdır. İzah edə bildim. Deyir, odur meydan anlayışı var da. Yəni siz deyirsiniz ki, hansı güləşçiyə çempion adı verək də. Məsəl üçün, və yaxud da bu güləşçilərdən razısınız. Məsələn, fikirləşin 26 dənə güləşçisi var səhnədə. Mən də deyirəm ki, mən nə bilim, hansı güləşçi yaxşıdır, hansı bilir. Bunları buraxaq meydana. Güləşçilər zaten onların işi oldu da, düzdür ya yox. Və nəticədə kim birincidir, ikincidir, üçüncü, dördüncü, beşincidirsə, hər öz yeri tutacaq. Bizə 26-cı, 25-ci, 24-cü, 23-cü yerləri tutanlar da deyəcək ki, biz bu güləşçilərin arasında nə işimiz var? Yavaş-yavaş sıradan çıxacaq, düzdür ya. Yəni, bax, ona görə partiyaların fəaliyyəti, təbii ki, bugün Azərbaycandakı siyasi partiyaların fəaliyyəti qanedici deyil. Niyə? Burada iki sual meydana çıxıb. Bu partiyaların fəaliyyətinin qanedici olmaması partiyaların fəaliyyətinin ucbatındanmı, yoxsa siyasi mühitin ucbatındanmı? İzah edə bildim, nə demək istəyirəm? Yəni, mən düşünürəm ki, partiyalara siyasi fəaliyyət mühiti yaradılmalı. Düzdür, bundan əvvəl, məsələn, 2019-cu ildə siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı administrasiyada. Ondan sonra nisbətən partiyalara bir fəaliyyət mühiti yaradıldı. Məsələn, ondan qabaq adi primitiv problemlər vardı. Məsələn, indi bizim ofisdə çəkiliş edir də. Siz mənə 2016-cı ildə biz AK Partiyanı yaratmışsınız. Məsələn, siz mənə 19-cu ilin əvvəllərində, 18-ci ildə zəng eləsəydiniz ki, Tural'a gəl, çəkiliş eləmək istəyirik. Mən deyəcəkdim, bizim ofis yoxdur, parkda çəkək, ya sizin ofisə gələk, izah edək. Yəni, bu qədər primitiv. Niyə? Çünki heç kim partiyalar ofis verməyə qorxurdular, elə bir mühit yaratmışdı. Və yaxud da ki, məsələn, həmin illərdə bizim fikirlərimizin bəlli dar 2-3 müxalifət mediasından başqa hardasa yayılmasına qəti qadağan var. Məsələn, siz gəlib məndən 19-cu il, 18-ci ildə belə müsahibə alıb öz evinizdə versəydiniz, yəqin ikisinin rəhbərliyə problemlər yaranardı həmin dönəmdə. İndi bu Ramiz müəllimlərin, Ələsən olan dönəmlərində. Təbii ki, indi ona nisbətən indi ofislər var, tuta bilirsən və yaxud indi müsahibələr verirsən, hətta televiziyalar verir, rəylər və soruşurlar, üzvlərin gəlir və sənə üzdülər deyə xüsusi təzyiqlər, təqiblər olmur. Əvvəllər məsələn bilsəydə müxalifət partiyasının üzvü işdən qovurlar falan. İndi bu məsələlər yoxdur. Amma mən düşünürəm ki, biraz da bu daha sürətlə inkişaf eləməlidir. Məsələn, partiyaların maliyyələşməsi məsələləri dövlət büdcəsi tərəfindən artırılmalıdır və real fəaliyyəti nəzərə alan maliyyə ayrılmalıdır. Son olaraq Ramiz Mehdiyev işinə qayıdaq. Bu işdə bir sıra məşhur adlar hallanır. Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq xen rəhbəri Elmar Məmmədiyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq Mədəniyyət naziri Əbülfəz Qarayev və s. Siz bu adları görəndə təəccübləndiniz, yoxsa əvvəldən belə bir gözləntiniz var idi? Valla siz nə ad saydınız ki, mən sizə o adlardan 20 dəfə çox ad sayaram. Hansı ki, siz hamısını sabiq dediniz. İndiki məmurlar da var, kifayət icra başçılar var, deputatlar var, nazir müavinləri var ki, Ramiz müəllimi Ağsaqqal deyib, belə deyib, onun rəhbəri altında işləyiblər. Yəni, birisi, baxın, 19-cu ilə qədər Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olub. O dönəmə qədər onunla kimsə işləyib, onunla tutaq ki, fəaliyyət göstərib, onun da qınamaq olmaz. Çünki dövlət adına Ramiz Mehdiyevlə işləyiblər də, düzdür ya. 19-dan sonra artıq o administrasiya uzaqlaşdırılandan sonra hələ də onunla yaxınlıq eləyən, hələ də siyasi anlamda, şəxsi anlamda özləri bilər. Siyasi anlamda yaxınlıq eləyən, onun fikirlərini bölüşənlər daha çox diqqət cəlb eləməlidir. Yoxsa məsələn, Elmar Məmmədiyarova deyəcəksiniz ki, siz Ramiz Mehdiyevlə dost olmuşsunuz, deyəcək ki, hakimiyyətdə mənə bir adam göstərir ki, olmayıb. Çəviş Novruzov olmuyor. Burada məsələ nədən gedir? Məsələ ondan gedir ki, Ramiz Mehdiyevin tanıdığı, tanımadığı, əl-əlinə dəyib, dəyməyib. Məsələ orasında ki, Ramiz Mehdiyevin cinayət fəaliyyətinin tərkibində olublarmı bunlar? Olublarsa niyə həbs olunmayıblar? Olmayıblarsa bu söhbətlərin yeri yoxdur ki, yəni, nə olur, tanımışıq da. İndi məsələn, küçədə biz kiməsə salam verdi, o da getdi, qətil törətdi. O deməkdir ki, biz də qatili. Yox, biz nə bilə gedəcək, cinayət törədəcək. Biz o cinayətin tərkib hissəsindəyiz, o qətlin hansısa hissəsində təmsil olunuruqsa, yəni, bu baxımdan biraz
manipulyasiyalar daha çox gedir. Yəni ki, Mehdiyev var, vuraq, döyəcək. Kimdən xoş gəldi deyir, Mehdiyevin adamıdır. Yəni izah edə bilir. Mehdiyevin adamı olmaq yox, Mehdiyevin cinayətlərində iştirakı önəmlidir. Yoxsa Mehdiyevlə oturub çay içib də və yaxud bağ evlər qonşudur və yaxud evlər qonşudur və yaxud da Mehdiyevin kürəkənin evində qalır. Yəni cinayətə nə qədər adiyyatı var. İzah edə bilir. Məsələn, eyni cinayətkar da görürsünüz ki, qardaşın birini tuturlar, 15 il iş verirlər, o biri qardaşı məmurdur. Neyin indi o qardaşına görə onlar bizi qardaşlar. Bir atadan, anadan dünyaya gəlirlər, bir evdə yaşayıblar. Yəni bu məsələlərə mən daha çox biraz manipulyasiya kimi baxıram. Mənə görə insan cinayət qarşısında insan var, cinayət var. İzah edə bilim. Bu da bu məmurdur, bu iqtidardır, bu müxalifətdir, bu kişidir, qadındır, müsəlmandır, kafirdir, anlayışı yoxdur. Cinayət varsa cani var. İzah edə bilim. Cinayət və cani. Bu artıq caninin kimliyi filan önəmli deyil. İndi Mehdiyevin də dostları ola bilər, tanışları ola bilər, qohum əqrabaları ola bilər, kim ola bilər. Amma o cinayətdə varlarsa, hə. Və təəccüblənmədim. Niyə təəccübləndim ki? Kim olmalıdır? Ramiz Mehdiyevin ətrafında mən olmayacaqdım ki, və yaxud da bizim burada ta ki, tükançı olmayacaq, limon satan olmayacaq, onun da ətrafı məmurlar olacaq da, təbiidir. Amma hə, onlar cinayət əməlində iştirak edib eləməyib, onu istintaq araşdırmalıdır, ortalığa qoymalıdır.